Salam, hər vaxtınız xeyir. 33-cü sualla davam edirik. Açıq rəqs konturunda kondensatorun tutumunu azaltdıqda hansı fiziki kəmiyyətin qiyməti artar? Deməli, açıq rəqs konturu deyəndə gəlin ilk olaraq nə nəzərdə tutulur ona baxaq. Normalda bizdə kondensatorumuz bu şəkildədir, amma bunun lövhələrindən tutub dartsaq, məsələn, bir bu istiqamətdə, bir də bu istiqamətdə dartmağa çalışsaq, artıq bizim kondensatorumuz bu vəziyyətə düşür və burada artıq kondensator antina rolunu görür. Yəni bir növ antina kimi istifadə olunur. Burada da biz bilirik ki, elektrik sahəsinin intensivlik xətləri müsbətdən mənfiyə doğru, yəni bu şəkildə yayılmağa başlayacaqdır. Və intensivlik xətləri, yəni Y, zamana görə dəyişdiyindən öz ətrafında maqnit sahəsini yaradacaqdır. Həmçinin maqnit sahəsi yenə zamana görə dəyişib elektrik sahəsini yaradacaqdır. Həmçinin elektrik sahəsi yenə zamana görə dəyişib maqnit sahəsini yaradacaqdır. Yəni bu şəkildə bir-birlərini əvəz eləyə davam edəcəkdir və bu zaman təbii ki, artıq biz elektromaqnit rəqslərindən yox, elektromaqnit dalğalarından danışacağıq. Ona görə biz bu məsələni elektromaqnit dalğalarının dalğalar olduğunu düşünərək həll eləməyə başlayırıq. Deməli, getdik. Birincidə şolanın dalğanın rəqs periodu. Deməli, dalğanın rəqs periodu Thomson düsturuna əsasən T bərabərdir 2pi kök altında L-si. Burada bizə şərtdə deyir ki, tutum azaltdıqda, tutumu azaltsaq, təbii ki, tutumla period düz mütənasib olduğundan, təbii ki, bizdə period da azalacaqdır. Deməli, bir bizə uyğun deyil. Çünki şərtdə deyir ki, tutum azalanda başqa kəmiyyət artsın. Burada tutum azaldı, period azaldı, uyğun deyil. İkinciyə baxaq. Deyir ki, şolanın dalğanın rəqs tezliyi. Deməli, rəqsin tezliyi bərabərdir 1 bölünsün T-yə. Yəni, periodla tərs mütənasibdir. Bizdə artıq period azaldığından, burada tərs mütənasib olduğundan, təbii ki, tezliyimiz artacaqdır. Deməli, 2 bura uyğundur. Üçüncüdə, şolanın dalğanın sürətinin, yəni şolanın dalğanın sürətindən. Sürət burada dəyişməyəcəkdir. C bərabərdir konstant. Çünki bu dalğalar bir mühitdə yayılır. Yəni, məsələn, havada yayılır. Mühit dəyişmir və biz bilirik ki, elektromaqnit dalğalarında sürət mühitin xassələrindən asılıdır. Mühit dəyişmirsə, təbii ki, bizdə sürət də dəyişməyəcəkdir. Deməli, 3 də uyğun deyil. 4də. Şolanın dalğa uzunluğu. Dalğa uzunluğu lambda bərabərdir C vurulsun D-yə. Burada C sabitdir, konstantdır. Yəni, sürət sabitdir, dəyişməyəcək. Və period yenə bizdən azaldığından, təbii ki, dalğa uzunluğu da azalacaqdır. Yenə bu da uyğun deyil. 4-də də çıxırıq. Sonra keçirik 5-ə. 5-cidə şolanmanın enerjisi. Biz ilk olaraq gəlin baxaq şolanma selinin sıxlığının düsturuna. Deməli, şolanma selinin sıxlığının bərabərdir P bölünsün S-ə. Bunu da düsturla yenə əvəz eləsək, enerji bölünsün S vurulsun T-yə. Deməli, şolanma selinin sıxlığı enerjinin düz mütənasib asılıdır. Yəni, bunu yazaq, düz mütənasib asılıdır. Həmçinin biz bilirik ki, şolanma selinin sıxlığı tezliyin 4-cü dərəcəsi ilə düz asılıdır. Deməli, buradan da biz düşünə bilərik ki, enerjidə tezliyin 4-cü dərəcəsini düz asılıdır. Və burada biz dedik ki, tezlik artıb. Deməli, tezlik artıbsa, bizdə təbii ki, enerji də artacaqdır. Ona görə bizdə 5 də uyğun gəlir. Deməli, cavabımız olur 2 və 5. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.